Zəfər, cümə gündür, gəl bəlkə iki rükət cümə namazı qılaq. Fəqən 2 nəfəri qılacağıq. Hə də 2 nəfər cəmaət namazı kimi qılaqda, bir nəfər piş namaz yansın, bir nəfər də arxasında. Fəqən yox, o cür nə olmaz. Cümə namazını qılmaq üçün ən azı 5 nəfər lazımdır. Cümə namazı da əslində 4 rəkətdir. 2 rəkəti xütbədir, 2 rəkəti də namazdır. Ən azı da 5 nəfərdən ibarət olan cəmaət namazı olmalıdır. Ona görə elə nə qədər vaxt varkən, dur gedək məscidə, həm xütbəyə qulaq asaq, həm də cəmaət formasında cümə namazını qılaq. Onda dükkanı bağlayım, gedək də namaza məscidə. Dur. Onda yaxındakı məscidə gedək elə. Hə, gecikməyək. Fəqən deyirəm, cümə namazı o qədər önəmlidir ki, Peyğəmbər deyir ki, üzürlü səbəb olmadan 3 cümə namazını tərk edən şəxs münafiq hökmündədir. Gör nə qədər bu əsas məsələdir. Sağ ayaqla daxil ol ki, bu da müstəhəb əməllərdən. Bismillahirrahmanirrahim.